dilim var. Dilim Nizami dili, Füzuli gəzən idi. Dilimdə də qorxudur, keçmişi əzəlidir. Həm də atam anamın mənim sevdiyi dildir. Mənim ana dilidir, Azərbaycan dili. Mənim doğma ana dilim. Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaçılıqdan. Nizami Gəncəvi. Bizim dəyərli Azərbaycanlı şair Nizami Gəncəvi kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan ifadəsini işlətməklə demək istəyir ki, insan seçdiyi sahədə kamil və peşəkar olmalıdır mütləq. Məsəl üçün, bir avtobus sürücü ya da ki, bir fəhlə öz işini peşəkar formada görsə, o daha da yaxşıdır, nəinki bir həkim ki, öz işini pis formada edir. Bir inci saflığı varsa suda, artıq içiləndə dərd verir suda. Nizami Gəncəvi. Bitkəsən qoca və cavan oğlan. Şam şəhərində bir qoca kişi yaşayırdı. O, kərpiç kəsib satırdı. Cavan oğlan yaxınlaşıb dedi: "Ey qoca, nə üçün belə əzablı işlə məşğul olursan? Axı kim səndən bir qarın çörək əsirgəyən? Gəl, bu ağır işdən əl çək." Qoca dedi: "Ay oğul, əllərimi bu sənətə ona görə öyrətmişəm ki, əl açıb heç kəsdən çörək pulu istəməyim." Bu fikirlə Nizami Gəncəvi gənclərə deyir ki, sən işləməlisən, əziyyət çəkməlisən, sən heç kimdən bir şey istəmə, sən özün işləməlisən, özün qazanmalısan. Nizami Gəncəvi Azərbaycan poeziyasının klassiki orta əsrlər şərqinin ən böyük şairlərindən biridir. Dahi Azərbaycan mütəfəkkiri və şairi dünya ədəbiyyatına xəmsə, yəni beşlik adlanan əsər bəxş etmişdir. Xəmsəyə daxil olan əsərlər Sirlər Xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun, Yeddi Gözəl və İskəndərnamədir. Atanın oğluna nəsihəti. Bir elm öyrənmək istədikdə sən, çalış ki, hər şeyi kamil biləsən. Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Qüvvət elimdədir. Başqa cür heç kəsə üstünlük eləyə bilməz. Nizami Gəncəvi. İnci tək sözlər seç, az danış, az deyin. Qoy az sözlərinlə dünya bəzənsin. Az sözün inci tək mənasız olmaz. Çox sözün kərpic tək qiyməti olmaz. Nizami Gəncəvi. Bir elm öyrənmək istədikdə sən çalış ki, hər şeyi kamil biləsən. Nizami Gəncəvi.